Bir gün Abdullah bin Mübarək yol ilə gedirdi, çöldə qoyun otaran uşağı görür və uşağın halına acıyır ki, bu körpə uşaq çöllərdə keçir, bu Allahın kəlamlarını hardan biləcək, böyüyəndə Allaha necə xidmət edəcək, ona görə bu uşağa yazığı gəlir, ürəyindən keçirdir ki, gedim bu uşağa bir Allah kəlamı öyrədim ki, böyüyəndə Allahına xidmət edə bilsin. Bu məqsədlə də uşağa yaxınlaşır və uşağa çatıb deyir ki, evladım, sən Allahı tanıyırsan, uşaq qoyunlarına baxaraq deyir ki, sakitcə cavab verir ki, bir qul öz yaradanı necə tanıya bilməz? Deyir, sən Allahı necə tanıyırsan? Deyir, bu qoyunlarımla. Deyir, nətər bu qoyunlarından axı? Deyir ki, mən bir çobanam. Bu qoyunlar mənsiz heçdir. Bu qoyunların mənə ehtiyacı var. Mən onlara su verirəm, yem verirəm, qurdlardan, canavarlardan qoruyuram və ona görə başa düşdüm ki, bu kainatda olanların da bir qoruyucuya ehtiyacı var. Bu qoruyucu da kainatda Allahdan başqa heç bir varlıq ola bilməz. Abdullah yenə uşaqdan soruşur ki, bəs Allahı nə sifətdə tanıyırsan? Uşaq yenə qoyunlarına baxaraq cavab verir ki, mən bu qoyunların sahibiyəm, çobanam. Onlara xidmət edirəm, ot verirəm, su verirəm, otarıram, qurddan yaddan qoruyuram. Amma mən nə onlara oxşayıram, nə də onlar mənə oxşayırlar. Ona görə bu qərara gəldim ki, Allah Taala da kainatdakı insanları yaratmağına baxmayaraq, o kainatda yaratdıqlarının heç birinə bənzəmir. Mən Allahı bu cür təsəvvür edirəm. Deyir, o sənin bir elmin yadın var, bir elm öyrənə bilirsən. Deyir, mən bu çöllərdə necə elm öyrənə bilərəm? Ancaq mən 3 elmi bilirəm. Deyir, hansı elmlərdir? Deyir, könül elmidir, dil elmidir, bir də bədən elmidir. Bunlar haqqında məlumatım var. Deyir, bu elmləri sən nə kimi başa düşürsən? Deyir, Allah Taala könül elmi odur ki, Allah Taala mənə bir qəlb verdi. Mən həmin qəlbimə Allahın buyurduğu gözəl şeyləri daxil edirəm. Amma onun layiq bilmədiyi şeyləri qəlbimdən uzaq edirəm və bu qəlbimlə Allahıma xidmət edirəm. Deyir, bəs dil elmi nədir? Deyir, dil elmi də Allah Taala bu dili mənə verdi ki, mən onun təbliği ilə məşğul olum. Onun rəva bildiyi sözlərdən istifadə edeyim. Onun rəva bilmədiyi kəlamları, sözləri bu dilimə yaxın gətirməyim. Ondan uzaq oluram. Deyir, bəs bədən elmi nədir? Deyir, Allah Taala da bu bədəni mənə verib ki, mən bu bədənimlə ona xidmət edəyəm. Onun rəva gördüyü işləri görəm, rəva bilmədiyi işlərdən uzaq olam. Ona görə də mən öz bədənimlə bu cür rəftar edirəm. Deyir, çox gözəl evladım, əgər
sən bu elmi Allaha xatir öyrənibsənsə, onda heç bir bəndədən qorxma inan. Bəndə sənə heç bir şey eləyə bilməz. Cənnətin bütün qapıları sənin üzünə açıqdır. Yox, cəmiyyətə xatir öyrənmisənsə, onda cənnətin qapıları sənin üzünə bağlı olacaq. Deyir, yox, mən bunların hamısını Allaha xatir öyrənirəm və Allahıma da xidmət edirəm. Ona görə də dostlar, arzu edirəm ki, Allah Teala da bizim ağlımızı heç vaxt almasın, ona layiq xidmətkarlardan olaq. Diqqətinizə görə çox sağ olun, minnətdaram.